Hamiləliyin 10-cu həftəsi. Bu videoda həm dölün inkişafı haqqında, həm ananın bu həftədə özünü necə hiss etdiyi, nələrə ehtiyacı olduğu haqqında danışacağam və videonun sonunda bir superfood olan kətən toxumunun hamiləlikdə istifadəsi haqqında məlumat verəcəm. Hamiləliyin 10-cu həftəsində dölümüz 3-4 santimdir, çəkisi də 4-5 qramdır. Başı bədəninə görə daha böyükdür. Bəzən ultrasəs müayinəsində valideynlər deyir ki, doktor bunun başı niyə belə böyükdür, bir problem mi var? Bir problem deyil, normal quruluşdur. Ümumiyyətcə bətn daxili inkişaf müddətində döllərin başı bədəninə görə nisbi olaraq və böyük insana nisbi olaraq daha böyük görünür. Bu həftədə qulaqlar daha arxaya çəkilir, daha öncə daha öndə idi, yanlara çəkilir. Dölün əzələ gücü artır və müəyyən reflektor hərəkətlər göstərir. Ananın toksikozu, yəni bulantısı əksər hallarda davam edir, əgər varsa. Hələ də yuxuluyuq, hələ də biraz halsızıq. Təzyiqimiz düşə bilər, yəni normal təzyiqdən 10 və yaxud da 15 vahid daha aşağı ola bilər. Bu da bizə baş dönməsi verə bilər. Bu hallarda biz bol maye istifadəsi və duzlu ayran tövsiyə edirik. Əslində bəzi xəstələr düşünür ki, ayran bizim təzyiqimizi sala bilər, amma ayranı biz ayrana görə tövsiyə etmirik. İçinə duz qatıb içə bildiyimizə görə tövsiyə edirik. Çünki bilirik ki, duz daha çox maye çəkir qan dövranına və təzyiqimizi artırır. Eyni zamanda da təcili belə bir təzyiq düşməsi varsa, yanınızda bir qara şokolad kiçik daşıya bilərsiniz və onu hızlı şəkildə yeyib təzyiqinizi yüksəldə bilərsiniz. Bir fincan qəhvəyə də hamiləlikdə icazə verilir. Yəni bu da təzyiqi yüksəldir. Ana yenə də az-az və sıx-sıx qidalanmalıdır. Yüngül hərəkətlər, gəzinti şəklində hərəkət etməlidir. Hələ ki, sportla məşğul olmaq məsləhət görülmür. Səyahət etmək istəyirsinizsə, səyahət adətən 12 ilə 28 həftə arası ən güvənli bir həftələrdir səyahət üçün. Buna da diqqət etməkdə fayda var. Qidalara gələndə bəzi qidalara biz superfood deyirik. Niyə görə superfood? Çünki kiçik miqdarda çoxlu faydalı mikroelementlər və yaxud da vitaminlər içərir və bu superfoodların birisi də kətən toxumudur. Kətən toxumunda yüksək miqdarda omega 3 var, liflər var, hansılar ki bizim qəbizliyimizə faydalı gəlir və ümumiyyətcə həzm sisteminə faydalı gəlir və eyni zamanda da bir fitoestrogen mənbəyidir. Yəni içində hormon var, estrogen var. Bu estrogenə biz diqqət etməliyik, çünki hamiləlikdə estrogenin dölün orada tutunmasına və inkişafına müəyyən təsirləri var və biz bu balansdan çox oynamaq istəmirik. Ona görə kətən toxumu əgər qidada istifadə eləyiriksə, bir çay qaşığından çox istifadə etmək hamilə üçün qadağandır. Omega bilirik ki, faydalıdır, hər şəkildə tövsiyə edirik və çoxlu mikroelementlər, B qrupu vitaminlər içərir. Kətən toxumunun istifadəsində bəzi lifehacklar var. Yəni faydalı olması üçün biz kətən toxumunu üyütməliyik istifadə etmədən öncə. Amma daha öncə üyütsək və böyük miqdarda bunu depolasaq və gündəlik oradan istifadə etsək, o zaman o omega turşusu başqa bir formasına keçir və bizə faydalı olan formadan çıxır. Ona görə üyütmək birbaşa istifadə etmədən öncə lazımdır. Yəni siz bunu sıyığa mı qatacaqsınız, kaşaya mı qatacaqsınız, kefira mı qatacaqsınız və yaxud da ev yapımı qatığa mı qatacaqsınız, həmən öncə üyüdün və sonrasında qatın. O bu şəkildə liflərini
verir o qidanın içinə və bağırsaqda da həzm oluna bilir. Həm omeqasını verə bilir, həm digər mikroelementlərini verə bilir. Amma əgər bütöv şəkildə istifadə etsək və yaxud da çeynəmədən istifadə etsək, o zaman o bədənə girdiyi kimi çıxacaq və heç bir faydalı elementlərini bizə verə bilməyəcək.